məsafə ilə işıq dirəkləri nəyə görə çəkilir? Maraqlıdır da. Təbii ki, bilirik ki, Bakı-Qazax magistralında bir çox yerlər baxın, işıqlandırılmayıb və qəzalar da ona görə baş verir. Amma işıqlandırma dedikdə bu qədər sıxlıq nəzərdə tutulurmu? Ümumiyyətlə bu hal doğrudurmu? Yoxsa bu nədən irəli gəlir? Dostlar, yəni belə deyək ki, dövlət büdcəsində mən belə düşünürəm ki, bax bu yolla ziyan vurulur. Çünki bu qədər yaxınlıqla işıq dirəkləri qoyulması mənə görə normal deyil. İndi bilmirəm, ola bizim aidiyyatı qurumlar bunu normal görür. Amma bu qədər sıxlıqla işıq dirəklərinin quraşdırılması ən azından dövlətimizin başqa ehtiyaclarına xərclənə bilər. Halbuki gətirib işıq dirəklərini bu qədər sıx məsafədə qoyublar. Ümid edirik, aidiyyatı qurumlar bunu nəzərə alarlar. Eyni zamanda da dövlətimizin başqa istiqamətlərdə aparılmalı olan işləri nəzərə alırlar ki, zəruri işlər var və bu məsələdə diqqətli davranarlar. Ən azından büdcəyə qənaət etmək lazımdır.